Nəzərinizə çatdıracağım, hansı ki qonaqdan başlayaq ənənəyə sadiq qalaraq. Şahta Qüçarda qapını qoruyur. Müşfiq Nadirov, kapitan 14 nömrə Rahid Əmirquliyev. Birinci lega 19-cu tur çərçivəsində bu görüş başlayır. Referin işarəsi gəldi, qarşılaşma start götürdü. Bir daha hər iki komanda uğurlarımızı arzu edirik. Yəni necə dəyərləndirəcəklər bu şansı. İşarə gəldi. Emin Zamanov, qapıya doğru Emin Zamanov. Şəfa tərəfi təhlükəli gəldi, Cinahdan. Nihat Quliyev bir qədər mərkəzə çəkildi. Nihat zərbə! Mərkəzə doğru Tomarov. Vüsal da yaxın idi. Burada qırmızı vərəqə mi? Birbaşa qırmızı vərəqə. Xəyal Tomarova göstərildi. Açıq ayaq. Başla zərbə çəkdi, dirəyə dəydi. Refer bildirir ki, orada qayda pozulmuşdu. Gol qeydi alınmadı. Agostinho Spesi, orada Zayd Mərdanov zərbəni qarşısını kəsir. Zərbə! Şəfa Şahta Qüçar oyununda qol yoxdur. Fasilələrə komandalar qolsuz bərabərləmə yollanacaqlar. Emin Zamanov qollası! Emin Zamanov hesabdan bəhs edərkən yerlə trayektoriya çizib. Peterə doğru ötürməli Rıza Müştəbəzadə. Top əlindən buraxdı. Ayxan qapı qarşısını ötürmə. Zərbə! Şahtağın yenəmləsi. Peter Aqbilevor başla zərbə. Zərbə çəkdi əli Rıza Müştəbəzadə yerindədir. Arda Agostinho Spesi artıq rəqibinə yayınırdı. Urfan qaydanı pozdu. Amma davamında Spesi. Çox köntəy bir davranış. Və qırmızı vərəqə. Kimlər də şəkildə meydana daxil olmaq üçün hazırdılar indi. İşarə gəldi. Son bir imkan, son bir cəhət ötürməklə başladılar İbrahim Əliyev. Referi qarşılaşmanı bitirdi. Maraqlı mübarizə izlədik.